Bilirsiniz, onlar da çox gözəl. Bir xəritəni açsınlar, baxsınlar da. Deyirlər ki, İsrailin, ABŞ-ın təyyarələri gəlib Azərbaycandan İrana daxil ola bilər. Necə daxil olur? Raketlər, təyyarələr. Bir xəritəni açsınlar, baxsınlar da. Onda gərək bunlar ya Türkiyə ərazisindən keçərək, sonra ya Ermənistanı, ya Gürcüstandan keçərək Azərbaycana daxil olsun, sonra da gəlib İranı hardasa bombardıman etsin. Bu axı ağla sığmayan bir şeylərdir. İndi fikirləşə bilərlər ki, F-35'i görmürük. Siz görmürsünüz də biz də görmürük. Ancaq hər bir halda onların gəlib o Türkiyədən, Gürcüstandan uçub Azərbaycandan uçmaqla nəyə ehtiyacları var? Elə heç kəs görmür. Suriya da görmür, İraq da görmür. Elə oradan qısa məsafə ilə uçarlar da. Bu uzun yolu nə üçün seçməlidirlər? Məntiqsizdir. O ki qaldı deyirlər ki, Azərbaycan ərazisindən elə bil ki, poalar qalxıb onları. Əvvəla bunu nümayiş edin. Hərənin əlində bir dənə telefon var mobilni. O saat çəkə bilərsən, qoya bilərsən və geolokasiya o saat göstərəcək. Bu doğrudan da yoxsa qondarma bir şey. 12 günlük müharibə zamanı olan bir dənə də göstərə bilmədilər axı bunu. İndi durub elə belə, ya əslində onda bu elə bil ki, hədədir. Ki mən hesab edəcəm və hər yerə vırdığım halda gəlib burada atarım. Bu belə bir yanaşmaya təbii ayrı münasibət olur. Ona görə bu qəbul olunmaz yanaşmadır və kimsə düşünür ki, bu hədələrlə kimisə qorxudacaqlar, əksinə olaraq heç də onlara qarşı durmayan ölkələrə də özlərinə qarşı qoya bilərlər. Amma Rasman, biz axı İran tərəfinin son günlərdə bəyanatının şahidi olduq ki, Azərbaycanın adını çəkməklə qeyd eləmişdilər ki, ətraf ölkələrdən İrana qarşı müdaxilənin olmayacağına bir əminlik ifadə olunurdu. O biri tərəfdən isə deyirlər ki, bizə təminatlar lazım. Nə deməkdir təminatlar? O təminat deyiləndə nə istəyirsiniz? Gəlib Azərbaycan ərazisində oturub müşahidə aparmaq istəyirsiniz? Kimsə sizə bu cür təminatlar tələb etsə, müsbət cavab verməyə hazırsınızmı? Yox. Ona görə yəni, bir çox hallarda özlərin tamamilə düzgün aparmırlar. Və kimlərsə düşünür ki, bunu ilə kimisə qorxuda bilərlər, çəkindirə bilərlər, bunun tam əksi olacaq.